Dirijabllar, yəni sükanlı hava şarları, 20-ci əsrin əvvəllərində səmada inqilab yaratdı. Onların ən məşhuru isə Almanların istehsal etdiyi Zeppelin idi. Bu nəhəng dirijablar həm sərnişin daşımaq, həm də hərbi kəşfiyyat üçün istifadə olunurdu. Dirijabllar uçmaq üçün hidrogen və ya helium qazı ilə doldurulurdu. Hidrogen ucuz idi, amma çox təhlükəli idi, partlayışa səbəb ola bilirdi. 1930-cu illərdə Hindenburg adlı Alman dirijabı o dövrün texnologiya möcüzəsi hesab olunurdu. Ancaq 1937-ci ildə Amerika Birləşmiş Ştatlarında baş verən partlayış nəticəsində bu dirijabl havada yanaraq dağıldı. Bu faciə dirijabların dövrünü başa çatdırdı. Bugünkü hava gəmilərinin atası sayılan dirijabllar aeronavtikanın inkişafında mühüm rol oynayıb. Kanala abunə olmağı və videoları bəyənməyi unutma.